İkincisi de yeniden her bir salmırıq. İlk isə nəticəsini sizə xatırladaq. Zəfər 1, Olimpiya 0. Həlici isə zənnimcə bax bu hissədə hər şey Olimpiyanın lehinə dəyişəcək. Fasilə zamanı İbrahim Hoca və Atlıxanovun tapşırıqları komandasına böyük fayda gətirəcək. Belə bir düşüncəmiz var hal-hazırda. Adətən fasilələrdə və vəzifələrdə olduqca düzgün qərarlarla hər zaman bu məşqçilər briqadası yadda qalıb. İlk hissənin qalibi Zəfər oldu. Baxaq həll edici hissədə nəticə necə olacaq? Hücum əmləsi hal-hazırda Olimpiyadan gələ bilərdi. Son anda Zəfərin müdafiə xətti topu meydandan çıxardır. Out Olimpiya. İkinci hissə başlar-başlamaz dərhal irəli atılıb Olimpiya futbolçuları və baxaq hansı dəqiqədə Olimpiya rəqibini məyus etməyi bacaracaq və ümumiyyətlə bu maçda qol vura biləcəklərmi? Zənnimcə bunu bacaracaq Olimpiya futbolçuları. Olimpiyanın təhlükəli hücumunu izləyə bilərik. Cavanşir Bağırov sağ ayağına çəkdi, ardından sol ayağına. Burada isə müdaxilə var və outu Zəfər futbolçuları yerinə yetirəcək. Hüseyn Məmmədli topu təhlükəli zonada bir qədər uzaqlaşdırır. Top yenə Zəfər klubunda. Qısa ötürmə ilə hücuma qoşulmağa çalışlar alınmadı. Əvəzində isə Olimpiyanın futbolçuları hücum əmləsi qura bilər. İlk hissədə olduğu kimi ikinci hissədə də meydanın mərkəzində xüsusilə qarşılıqlı top itkiləri izləyirik. Hələ ki dəyişən bu cəhətdən hələ ki heç nə görünmür. Amma hücum xəttində daha çox rəqibi öz qapısına sıxışdırır Olimpiya. Ən azından ilk 2 dəqiqədə buna şahidlik etdik. Olimpiyada bir hücum cəhdi ötürmək qeyri-dəqiq alınır. Hüseyn Məmmədli topu komandasına qaytardı. Təcrübəsi ilə Hüseyn Məmmədli və Olimpiya qapıdan zərbə ilə, yox, hətta cərmə zərbəsi ilə top oyuna daxil etdi. Burada isə faul var, cərmə zərbəsi. Yeni Olimpiya klubu. Cəmil Uzuncadan ötürmə sağ cinahda. Sağ cinahla hücum cəhdi Olimpiya klubunda müdaxilə var. Lakin top meydanda qalır. İrəli ötürmədə yaxşı alındı, təhlükəli hücum və gol! Axtardığını tapdı Olimpiya. Hesab bərabərləşir. Mükəmməl bir gol Olimpiyanın timsalında. Necə gözəl zərbə ilə hücum tamamlandı və gol oldu. Bu golu ilk hissədə də çox axtarırdı Olimpiya. Və bu işini vurğulamadım ki, məşqçilərin təlimatından sonra ikinci hissədə fərqli Olimpiya görəcəyik, elə də olur. Hesab artıq bərabərdir. Bax, bu dəqiqələrdən etibarən bərabər məcrada oyun izləyəcəyik. Lakin zənnimcə Olimpiyanın bu qolu son qol deyil, daha bir qol izləyə bilərik. Əgər təbii ki, kəskin əks hücumda yenə rəqibini yaxalaya bilsə Olimpiya hesabı dəyişə bilər. Bağırovdan sağ cinahda ötürmə ünvanlanır. Meydanın mərkəzi ilə top itkisi adətən istənilən klub üçün faciəyə çevrilir, əks hücumda yaxalanır. Və bu top itkiləri onsuz da mərkəzdə hər iki komandanın timsalında var. Sadəcə bundan daha maksimum yararlanmağa çalışmaq lazımdır. Bir dəfə yararlandıq, artıq növbəti dəfələrdə də dəqiq oynamaqla hesabı hətta artırmaq və öz lehini dəyişmək mümkündür. Olimpiyada bir hücuma. Qapıya doğru zərbə də var və az fərqlə qapıdan aralı. Yenə çox təhlükəli gəldi Olimpiya futbolçuları. Az qala ikinci hissənin 5-ci dəqiqəsində hesab Olimpiyanın lehinə dəyişəcəkdi.
Yaxşı alınmışdı bu zərbə, lakin dəqiqlik çatmadı. Zəfər futbolçuları meydanın mərkəzində indi topladı. Burada isə qayda pozulur. Cərmə zərbəsi Zəfər klubu. Johnny dön Johnny. Hadi Ayaz hadi Ayaz. Ayaz git oraya. Cərmə zərbəsi yerinə yetiriləcək. Birbaşa çərçivəyə doğru və Fazil Əliyev yumruqladı. Qaydan top isə dəqiq zərbə ilə yekunlaşmadı. Top Olimpiyada qalır. Əks hücum şansı qurmaq olar. Hələ ki Zəfərin müdafiə xətti tam şəkildə yerinə oturmayıb. Sol cinahla Məsimli topla irəliyir. Qarşısında bir oyuncu var. Cərmə şahsına daxil oldu. Ötürmə edə biləcəkmi? Və qalkiper uzalaraq müdaxilə. Az qala hesabı dəyişmək mümkün olacaq da alınmadı. Zəfərin hücumu. Hüseyn Məmmədli zəli kimi rəqibini izləyir, buraxmır. Əhsən Mir Hüseyn. Sonda isə qayda pozulur. Qaydanı pozan isə Zəfər futbolçusu oldu. Çox ağıllı davrandı. Epizodda Mir Hüseyn Məmmədli və topu komandasına qazandırır. Şimdi Olimpiyada bir hücum qura bilər. Mərkəzdə top itkisi. Zəfər klubunun oyuncuları indi topa yiyələnir. Bedenini kullan. Çəkişməli mübarizə izlədik hal-hazırda. Sonda isə Olimpiya autu qazanır. İkinci sən 7 dəqiqəsi artıq geridə qalıb. Elnur. O boşluğa gel boşluğa. Orada. Out yerinə yetirmək olar. Gel topa dikkat. İrəliyə doğru ötürməm. Bir qədər ünvansız alınır. Toxunuş var və daha öncə deyəsən faul da qeydə alınıb. Hələ ki gözlər hakimdə, hər ikisi məsləhət edir. Yəqin ki out yerinə yetiriləcək. Faul qərarı yoxdur. Elə olmadığı yaxşıdır. Təhlükəli zonadan zərbə yerinə yetirə bilərdi, standart yerinə yetirə bilərdi. Zəfər futbolçular əvəzində top indi Olimpiya klubunda qalır. Olimpiyanın daha bir təhlükəli hücumu zərbə ilə yekunlaşacaqmı? Ötürmə də verildi və son toxunuş dəqiq deyil. Bir toxunuş hesabı dəyişə bilərdi, alınmadı. Zəfərin qalkiperi top oyuna daxilidir. Topa git. Növbəti out. Bu dəfə Zəfər yan xəttdən top oyuna daxil edəcək. Cemil Uzunca. Ver önüne götür. Tamam Cemil. Tamam. Hücum həmləsi yenə Olimpiyada. Zəfər futbolçuları topa eləməyə yaxındır. Out elə Zəfər futbolçuları yerinə yetirəcək. Hesab hal-hazırda bərabərdir. İkinci hissənin demək olar ki 3də 1-i arkada qalıb. Olimpiyadan daha bir təhlükəli hücum cəhdi. Toxunuş var və küncdən zərbə. Durmadan komandanın oyuncularına məsləhətlərini bildirir. Baş məşqçi postunda İbrahim bəy, Türkiyəli baş məşqçi. Yəqin ki burada məşqçilərin də eyni zamanda duel edilməli. Hər maç həm oyuncular, həmçinin də məşqçilər öz taktiki Topa lan. Topa git başını kaldır. gedişatlarıyla Al Cemil önüne götür.
her zaman mübarizə aparır bir-birinə qarşı. Yəni yalnız futbolçuların dueli deyil, eyni zamanda məşqçilər heyətinin də belə qarşılaşmalarda xüsusilə mübarizəsini izləyirik, taktiki dəyişiklikləri ilə və həmçinin də əvəz etmələr hər zaman dəqiq yerinə yetirilərsə, düzgün mövqe ilə təyin edilərsə, nəticədə buna uyğun istənilən komandanın öz lehinə dəyişə bilər. Təbii ki, düzgün qərar verilsə. Bu verilən qərarların üstünlüyünə görə isə Olimpiya ilk sıralarda demək olar qeydə alınıb, yer alıb. Hələ ki, Olimpiya futbolçuları yenidən topa yelənir. Növbəti künc zərbəsi təyin edilir. İkinci sanın 12-ci dəqiqəsində daha bir künc zərbəsi yerinə yetirəcək Olimpiya Futbol Klubu. Başla zərbə də yerinə yetirildi, lakin top qapının üstündən keçir. Hesab dəyişmədi. Gel şimdi gel. Sende Nadim. Kullanma Nadim seni. Sen de hakkı verirsen orada. Çıkar bir, çıkar. Can Şirbarov topu irəliyə ötürür. Mərkəzdə yeni Olimpiyanın oyuncularından top itkisi. Eyni zamanda Zəfər də bu zonada tez-tez ötürmə səhv edir, top itkisinə yol verir. Belə ki, Olimpiya futbolçularında qalır. Növbəti künc zərbəsi. Geri git baba. Geri git. Sende Johnny, sende. Abdullah. Cəmil Uzunca Kön çətəsində yerdə qalmışdı. Hakim qalx deyir, davam işarəsi verdi. Hüseyn Məmmədli əla oynuyor. Yenidən Cəmil Uzunca. Məmmədli. Zəfər futbolçuları topla oynayan tərəfdir. Faul olduğuna etirazlar var. Elə hakim özü də cərimə zərbəsi təyin etdi. Təbii ki, bu məsafədən topun çərçivəyə yönələcəyi bir qədər real görünmür bu yaş qrupu üzrə, amma hər bir halda ehtiyatlı davranmaq lazımdır. Ən əlverişli olan vəziyyətdə isə zənnimcə Zəfər oyuncuları cərimçasının daxilinə hava ötürməsi edə bilər. Burada isə ən az 3-4 oyuncu Zəfərdən 100% həmin mövqedə qərarlaşıb. Elə də olur, ötürmə verildi və burada müdafiəçilər ayıq-sayıq davranır. Hücum həmləsi Olimpiya klubundan out dərhal yerinə yetiriləcək. Olimpiya futbolçuları out'u yerinə yetirir. Nadim Mənsimlidən gözlənməz top itkisi. Sağ cinahla Zəfər hücumunu izləyirik. Qalkiper topu ayına daxil edəcək. Elnur başla Elnur. Başını kaldır be. İkinci hissənin 15-ci dəqiqəsi. Demək olar ki, tən yarısı arxada qalmaq üzrədir. Lan beni lan. Lan Ayaz. Ayaz git yardım et lan. Out yerinə yetiriləcək. Çoxdan etirazlar var idi. Hakim isə qərarı dəyişmədi. Olimpiya futbolçuları topa yelənir. Hücumda azlıq təşkil edirdi Olimpiya.
Zafer eks hücumda. Daha önce ise top meydançanı terk etmişti. Olimpiya futbolçuları daha bir out'u yerine getirmelidir. İkinci hissənin 16-cı dəqiqəsinə daxil olduq. Maçın isə bərabərə bitməsi zənnimcə təəccüblü olmaz. Çünki hər iki komandanın timsalında demək olar ki, ab-hava eynidir. Qapı istiqamətinə zərbə də azlıq təşkil edir. Elə ona görə də bəlkə də maçda hesab belədir. Hücum əmləsi bu dəfə 77 nömrəli oyunçular Rəsul Əskərli ilə Olimpiyadan gəlir. Dərhal altı Əskərli ilə özü yerinə yetirdi. Mənzimli topladı. Nadim Mənzimli. Rəsul Əskərlidən yenidən ötürmə. Bu dəfə isə ötürmə ünvana çatmadı. Mərkəzdə yenə Zəfər futbolçuları topa yələnir. Qayda pozuntusu yoxdur, oyun davam etdirmək olar. Yaxşı sıyrılır rəqibindən və hətta faulu da qazana bildi. İsa Zeynallı 17 nömrəli oyunçu. Çox təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetiriləcək. Zərbəni yerinə yetirməyə demək olar ki, hazırda Olimpiya futbolçuları sevdiyi nöqtələrdir. İndi bir standart vəziyyəti öz lehinə dəyişə bilər. Olimpiya oyuncularının əgər dəqiq yerinə yetirilərsə təbii ki. Baxaq, bir neçə saniyə sonra artıq bu zərbə yerinə yetiriləcək. Canlı set qurulur hal-hazırda. 2 nəfərdən ibarət canlı set görürük Olimpiya futbolçularının qarşısında. İkinci hissənin 18-ci dəqiqəsi. Haydi uşaqlar, bir dəqiq zərbə mütləq hesabı dəyişə bilər. O qədər də keçilməz səhv deyil. Zəfərin qalkiperi. Diqqətlər məhz bu standart vəziyyətdə qapıya doğru zərbə də var və təəssüf top qapının üstündən keçdi. Təhlükəli alındı zərbə, amma dəqiq yox. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Kaç dakika kaldı hocam? Başla git, korkma. Növbəti out. Olimpiya. Çıkar. Gel topa Rafi. Olimpiyanın daha bir hücumunu izləyə bilərik. Bu dəfə sağ cinahla Olimpiyanın hücum dalğası. Zərbədən sonra toxunuş var və küncdən zərbə. Artıq neçənci dəfədir ikinci hissədə künc zərbəsi yerinə yetirir Olimpiya futbolçuları. Lakin bu standart vəziyyətlərdən hələ ki məhsuldar sunluq Olimpiyanın timsalında izləməmişik. Sırf bu qarşılaşmadan söhbət gedir. Növbəti out. Növbəti out Olimpiya futbol klubu. Johnny düş yerine Johnny. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Gel böyle, gel böyle. Ön xəttə pressing tətbiq edir yeni Olimpiya futbolçuları. Hələ ki top Zəfər futbolçularında qalır. Sağ cinahla Zəfər hücumunun qarşısında Nadim Mənsimli kəsdi. İləri uzun ötürmək ünvana çatmır. Ənəv olaraq bu maç boyu qarşılıqlı top itkiləri izləyirik, xüsusən də mərkəzdə. Həm Olimpiya, həm Zəfər futbolçuları tez-tez
top sahibini dəyişirlər. Bu dəfə sol cinahla hücum əmləsi. Cinahda dəyişmək də olar, elə də olur, amma daha öncə isə hakim oyunu saxladı. Oyundan kənar vəziyyətdə idi Olimpiya futbolçusu. Əvəzində Zəfər indi hücum əmləsi quracaq. Cavanşir Bağırov çox soyuqqanlıdır. Rəqibə macal vermədi. Nə ötürməyə, nə də zərbəyə imkan yaratmadı Cavanşir Bağırov. Hətta komandasına cərmə zirvəsi də qazanır. Əsas vaxtın isə son 10 dəqiqəsi. Aşırma vuruş cəhdi və Fazil Əliyev dərhal top oyuna daxil edir. Top qapıdan alı keçmişdi. Olimpiyanın daha bir hücumu. Mərkəz xətti keçdilər. Nədənsə bu hücum sanki bizə qol bəxş edəcək kimi gəlir. Ola bilər. Boşluq demək olar sol cinahda var. Ən solda əgər Rəsul Əskərlini tapsaydılar, bəlkə də hücum zərbə ilə bitərdi, alınmadı. Yeni bir hücum cəhdi Olimpiya klubundan. Bu cəhdlərin sayı sonsuzdur, amma nəticə isə eynidir. İkinci hissənin demək olar 3-cü dəqiqəsində hesab bərabərləşib və hər hissədə cəmi bir qola şahid etmişik. İlk qol Zəfər klubundan gəlib, ikinci qol isə cavab qolu Olimpiyadan. Dön topa dön lan Hayat. Lan biri adamın önünde oyna lan. Hadi lan Rafi. Olimpiyanın digər komandalardan seçən daha bir amillərdən biri meydanda gördüyümüz bütün oyuncuların sezon boyu, yarım sezon boyu az qala demək olar böyük əksəriyyətinin meydanda fərqlənməsindən irəli gəlir. Yəni sırf hansınınsa hücumçu rolunda olduğu amili belə desək o qədər də nəzərə çarpmır. Hətta müdafiəçilər, yarım müdafiəçilər belə qol vurub. Bu isə komandanın oyuncularının birə-bir mübarizələrdə üstünlük təşkil etməsindən irəli gəlir. Görülən məşqlərin sayəsində Olimpiyanın istənilən oyuncusu hücumu qola tamamlaya bilər. Onun üçün də hər bir oyuncusu təhlükəli olan nadir klublardan biridir. Növbəti hücum cəhdi Olimpiyadan. Top Zəfər klubunda, ardından Olimpiyaya gəlir. Out yerinə yetirəcək Olimpiya Futbol Klubu. Mərkəzdə top itkisi əks hücumla nəticələnir. Zəfər klubunun hücumu və hər şey yaxşı qurtardı. Hər şey bu epizodda Olimpiya üçün doğrudan da yaxşı qurtardı. Əks hücumda yaxalamışdı Zəfər ani bir ötürmə səhvi ilə. Hətta Fazil Əliyev də qapısını bir xeyli tərk etmişdi. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Əsas vaxtın son 6 dəqiqəsi. Bu dəqiqələrdə buraxılan qol faciə ilə nəticələnirlərdi. Hər şey həqiqətən də Olimpiya üçün yaxşı məcrada qurtardı. Növbəti out yerinə yetirəcək Olimpiya Futbol Klubu. Sezonun ən yaxşı 3 komandasından biri də Olimpiya. Bunu dəfələrcə vurğulasaq, yorulmarıq. Olimpiyanın indi daha bir hücumunu izləyə bilərik. Ötürmə edə biləcəklərmi? Yox. İkinciden zərbə. Son 5 dəqiqədə daha bir gün zərbəsi yerinə yetirir Olimpiya Futbol Klubu. Baxaq, bu standart vəziyyət komandaya qol gətirəcəkmi? Yaxın güncə ünvanlanmışdı ötürmə. Burada qarşıladı müdafiəçilər. Nadim Mənsimli.
Növbəti out Olimpiya. Lakin yox. Son olaraq Nadim Mənsimlidən top meydançanı tərk edib. Yine bir out Zəfər. Olimpiyanın daha bir hücumu. Qayda pozuntusuna etirazlar var. Hakim davam işarəsi verdi və növbəti dəfə hakim oyunu saxlayır. Bu dəfə deyəsən faul var idi. Yox, sadəcə outla kifayətləndi epizod. Əsas vaxtın son 4 dəqiqəsi. Artıq hər keçən saniyə, hər keçən dəqiqə nəticənin bərabərə bitməsinə bizi daha da yaxın edir. Amma daha öncə Nadim Mənsimlinin standart vəziyyət yerinə yetirməsini gözləyək. Ulus futbolçunun qarşısında 3 nəfərdən ibarət canlı set var. Qapıya doğru zərbə yerinə yetirilir. Müdafiəçilər blok qoydu. Yine Nadim. Hüseyin Məmmədli topladı. Hüseyin. Qarşılığı var cərimə esas əndəvərində. Ötürmə edildi və gol! Bacardı bunu Olimpiya. Bacardı bunu Olimpiya. İsa Zeynal'la fərqlənir. Qarşılaşmanın ikinci hissənin 27. dəqiqəsində zəfərlə qarşılaşmada Olimpiya hesabda önə keçdi. İnadla, istəklə vurdular bu qolu. Sona qədər mübarizə apararaq dirənərək vurdular bu qolu Olimpiya futbolçuları. İsa Zeynal'la fərqlənir. 2-1 Olimpiya öndə. Geri dönüş etdi Olimpiya klubu. 2-1 hesabda önə keçirlər. 1-0'dan döndərdilər maçı. 2-1 hal-hazırda Olimpiya öndədir. Sadəcə bu hesabı cəmi 3 dəqiqə qoruyub saxlamaq lazımdır. Məşqlər heyəti də heyecanlıdır. Tapşırıqlarını durmadan verir hər iki komandanın baş məşqçisi. Mərkəzdə yenidən Olimpiya futbolçuları topladı Nihat. Damir ötürmə. Zəfər futbolçuları dərhal ki bağlanırlar. Yine bir ötürmə cəhdi. Burada isə ötürmə ünvana çatmadı. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Çox yox, cəmi 2 dəqiqə. 2 dəqiqə qapısını toxunulmaz saxlasa Olimpiya bu ağır qarşılaşmadan da 3 xalla ayrılacaq. Qələbə seriyasını davam etdirə bilər. Diqqətli oynamaq lazımdır. Növbəti out Zəfər klubu. Olimpiyanın daha bir hücumu. İndi Zəfər futbolçuları topa eğlənir. Bizdə tullanma. Yıkılma. Yıkılma lan. Mərkəzdə Zəfər futbolçuları topladı. Qısa ötürmə əleyhinə hücum həmləsi qurmağa çalışırlar. Diqqətli oynamaq lazımdır. Qapıya doğru zərbə də var və Fazil Əliyevdən kritik müdaxilə. Təhlükəli qurulan hücum az qalsın qolla başa çatacaqdı. Ayağı ilə müdaxilə etdi Fazil Əliyev. Out Zəfər klubu. Sonuncu dəqiqə. Maçın sonuncu dəqiqəsinə daxil oluruq. Bir qədər də səbirlə, təmkinlə dözmək lazımdır. Bir neçə saniyə sonra bəlkə də qarşılaşma final fitinə səslənəcək. 3 xala çox yaxındır bu dəqiqələrdə. Olimpiya futbol klubu. Zəfər isə cərmə zərbəsi yerinə yetirir. Ötürmə də verildi və burada müdafiəçilər topu təhlükəli zonadan uzaqlaşdırdılar. Növbəti out Olimpiya. Git topa lan. Git lan.
Olimpiyanın daha bir hücumu. Korner. Növbəti out Olimpiyam. Lakin bu out'a ehtiyac qalmadı. Oyun başa çatır. Olimpiya bu gərgin qarşılaşmadan üzü ağ çıxdı.